Əvvəllər ancaq fantastik filmlərdə gördüyümüz şeylər, bilirsiniz, artıq sürətlə real həyatımıza çevrilir. Biz sadəcə yeni bir tarixi dövrün yox, bəşər təkamülünün tamamilə yeni bir mərhələsinin astanasındayıq. Gəlin bu heyrətamiz gələcəyə birlikdə baş vuraq. Baxın, bu söhbət sadəcə cəmiyyətin dəyişməsindən getmir, yox. Söhbət birbaşa təkamülümüzdən, insan olaraq kim olduğumuzun kökündən dəyişməsindən gedir. Bəşəriyyət olaraq biz heç vaxt belə bir şey yaşamamışıq. Yaxşı, bəs bütün bunlar bizim gündəlik həyatımıza necə təsir edəcək? Hər şey demək olar ki, şəxsi kimliyimizin texnologiya ilə, korporasiyaların nəzarəti ilə birləşməsindən başlayır. Bir anlıq təsəvvür edin. Bir dənə biometrik pasportunuz var, amma o həm pul qabınızdır, həm bank hesabınız, həm sığortanız, həm də telefonunuz. Bütün həyatınız, bütün maliyyə əməliyyatlarınız bir yerdə. Bu, sanki hər qapını açan universal bir açara çevrilir. Və bu yeni dünyada ortaya çox maraqlı bir anlayış çıxır. Lifestyle korporasiyası. Bunlar nədir? Elə düşünün ki, bu qurumlar hökumətin, hətta bizim işə götürənlərimizin gördüyü bir çox işi öz üzərinə götürür. Yəni bu korporasiyalar demək olar ki, hər şeyi idarə edəcək. Sizin təhlükəsizliyinizdən tutmuş, yediyiniz yeməyə, aldığınız təhsilə, hətta işinizə qədər hər şey onların nəzarəti altında. Əlbəttə bu bir tərəfdən böyük rahatlıqdır, amma digər tərəfdən bəs bizim muxtariyyətimiz, azadlığımız. Amma burada çox ciddi bir sual ortaya çıxır, elə deyilmi? Yaxşı, bəs bu sistemə qoşulmağa pulun çatmasa və ya sadəcə qoşulmaq istəməzsən? Bu hiperbağlantılı, hər kəsi izlədiyi sistemdən kənarda qalanların aqibəti necə olacaq? Onlar sistemin gözündə görünməz olacaqlar. İndi isə gəlin biraz daha böyük mənzərəyə baxaq. Bütün bunlar dövlətlərə, idarə etməyə necə təsir edəcək? Ənənəvi milli dövlətlər və o ağır bürokratiya yavaş-yavaş səhnədən çəkilir. Proses təxminən belə gedəcək. Əvvəlcə bütün o kağız, sənədlər, bürokratiya tamamilə yox olur, sonra dövlətin bir çox xidməti bu bayaq danışdığımız lifestyle korporasiyalarına ötürülür. Dövlətin rolu isə getdikcə kiçilir, qalır sadəcə nəzarətçi, hakim, qanunverici və ən əsas məsələlər, onlar artıq kabinetlərdə yox, açıq onlayn səs vermə ilə həll olunur. Yəni bir növ əsl birbaşa demokratiya dövrü başlayır. Və media anlayışı da tamamilə dəyişir. Artıq böyük telekanallar, qəzetlər yoxdur. Media elə siz özünüz olursunuz, hər kəsin öz şəxsi yayımı var və bu yayımlar informasiya menecerləri tərəfindən idarə olunur. Xəbərləri artıq mərkəzləşdirilmiş mənbələrdən yox, bir-birimizdən alırıq. İndi isə gəldik bəlkə də bütün bu dəyişikliklərin ən dərin, ən transformativ olanına, fiziki dünyadan virtual dünyaya köçümüzə. Bu, həqiqətən də oyunun qaydalarını dəyişir. Gəlin bu iki dünyanı bir müqayisə edək. Fiziki həyatda hər şey bahalıdır, fizika qanunları ilə məhdudlaşırıq, kimliyimiz sabitdir, coğrafiya isə həyatımızı müəyyən edir. Amma virtual həyata baxın, o qat-qat ucuzdur. Yeganə limit sizin təxəyyülünüzdür. Kimliyinizi istədiyiniz kimi seçib dəyişə bilərsiniz və harada yaşadığınızın heç bir əhəmiyyəti qalmır. Baxın, bu çox gözəl bir nümunədir. Siz real həyatda cəmi 3 kvadrat metrlik bir otaqda yaşaya bilərsiniz, amma virtual dünyada eviniz okean sahilində nəhəng bir qəsrdir. Fiziki məkan artıq həyat keyfiyyətini müəyyən etmir. Və bu fikir həqiqətən də çox dərindir. Deyir ki, Allah idarə edən deyil, Allah kodu yazandır. Proqramçılar yeni dünyanın tanrılarıdır. Düşünün bir, əgər bütün reallığımız proqram təminatı üzərində qurulubsa, o zaman əsl güc kimin əlindədir? Əlbəttə ki, o kodu yazanların, o algoritmləri yaradanların. Yaxşı, bəs bütün bu texnoloji sıçrayışlar bizim öz bədənimizə, biologiyamıza necə təsir edəcək? İndi gəlin diqqətimizi birbaşa insan bədəninin özünə və bioloji məhdudiyyətlərimizi necə aşacağımıza yönəldək. Tibbin gələcəyi demək olar ki, ağla sığmazdır. Hər şey bugün genlərimizi redakt etməklə başlayır. Yaxın gələcəkdə cərrahlar minlərlə kilometr uzaqdan robotlarla əməliyyat edəcəklər. Əsrin ortalarına doğru isə köhnəlmiş orqanlarımızı elə öz DNT-mizdən yetişdirilmiş yeniləri ilə əvəz edəcəyik. Və bütün bunların məntiqi sonu nedir? Qocalığın sonu. Bəli, bioloji ölümün məğlub edilməsi. Texnologiya bizim ən fundamental problemlərimizi də həll edəcək. Məsələn, qida problemi. Artan əhalini doyurmaq üçün əvvəlcə genetik modifikasiya olunmuş məhsullardan, sonra isə sadəcə üzvü materiallardan, üstə printerdə çap edilmiş qidalardan istifadə edəcəyik. Bəs müharibə, o da dəyişir. Artıq əskərlər yox, dronlar, hətta evində oturan oyunçular və proqramçılar tərəfindən uzaqdan idarə olunan bir əməliyyata çevrilir. Təhsil isə 100 minlərlə tələbəsi olan qlobal onlayn universitetlər düşünün. Bilik sanki bir proqram kimi birbaşa beynimizə yüklənəcək.
və nəticədə robotlar bütün fiziki işləri, hətta əksər intellektual işləri də görəcək. Bu bildiyimiz formada insan öməyinin sonu deməkdir. Və sonda biz nə edəcəyik? Bəlkə də bu bəşəriyyətin yeni bir intibah dövrünə girməsi üçün bir şansdır. Yaradıcılıq, sənət, fəlsəfə və beləliklə bütün bu danışdıqlarımızı bir yerə yığaraq, gəlib çıxırıq ən son, ən fəlsəfi suala. Bütün bunlardan sonra insan olmaq nə demək olacaq? Bu anlayışın özü necə dəyişəcək? Problemimiz budur. İnsan paradoksu. Bizim bədənlərimiz çox zəifdir, kövrəkdir, asanlıqla məhv olur. Yer kürəsindən kənardakı kainat üçün heç uyğun deyilik. Amma biz kəşf etmək, sağ qalmaq, təkamül etmək istəyirik. Bunun üçünsə daha güclü, daha dözümlü, daha ağıllı olmalıyıq. Hətta ölümün özünə qalib gəlməliyik. Amma işin ən şok edici tərəfi paradoksu da elə budur. Əbədi həyata çatmaq üçün biz bildiyimiz insan növünü əslində öldürməliyik. 21-ci əsr təbiətin təsadüfi seçimi ilə yox, bizim öz şüurlu seçimimizlə təkamüldə atdığımız ilk müstəqil addımdır. Və sonda sizi bu düşündürücü sualla baş-başa buraxıram. Kainatı fəth etmək, sonsuzluğa qovuşmaq üçün biz insan olmaqdan imtina etməliyikmi? Bu, həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır.